Keysəriyyə zamanı abdominoplastika, mini abdominoplastika, fartuq götürmə, liposaksiya kimi plastik əməliyyatlar icra edilə bilərmi? Keysəriyyə ilə eyni zamanda edilən estetik əməliyyatlar qadın bədəni hamiləlikdən öncəki şəkli almadan edildiyi üçün bədən hamiləlikdən əvvəlki hala döndükdə qarında yenidən sallanmalar, xoş olmayan bədən konturu, qarın ön divarı qüsuru, estetik olmayan yara izi ilə nəticələnə bilər. Hamiləlik dövründə nə baş verir? İlk öncə onu vurğulamaq istəyirəm ki, hamiləlikdə hər qadın ortalama 12 ilə 18 kiloqram, obez qadınlar isə daha çox çəki alırlar. Bunun sadəcə 3-4 kiloqramı döl və 1-2 kiloqram isə plasenta və amnion mayesidir. Geri qalan hissə isə qadının vücudunda hamileliyə uyğun dəyişikliklərdir. Bunlar bədən mayesində, qan həcmində, böyüyən uşaqlığın və süd vəzi toxumasındakı artışdır. Bütün bu dəyişikliklər və hamiləlikdə yaranan üz, bədəndəki şişlik, hormonal dəyişiklik, uşaqlığın yığılıb hamiləlikdən əvvəlki vəziyyətinə çanağa enməsi, boşalan qarın əzələlərinin əvvəlki vəziyyətə gəlməsi 6-12 ay çəkir. Edilən elmi araşdırmalarda keysəriyyə əməliyyatı ilə birlikdə icra edilən estetik əməliyyatlar zamanı əməliyyatın həcmi böyüdüyü üçün qan axma, infeksiya riski artır və əməliyyatın sağalma dönəmi uzanır. Eyni zamanda estetik əməliyyat keysəriyyə ilə birlikdə icra edildikdə sağalma dövrü uzun olan və oturub qalxan, hərəkət edən zaman edilməsi gerəkən diqqət ilk günlər doğuş etmiş qadın tərəfindən göstərilməyə bilər və nəhayət hamiləlikdə laxtalma riski artmış olur. Edilən bu əməliyyatlarda ağırlaşmalar, tromboz riski daha da artmışdır. Həyati təhlükə daşıyır. İndi isə qərar sizindir. Bu əməliyyatları keysəriyyə ilə bərabər etmək olarmı, yoxsa olmaz?